Diqqət! Həkim xəbərdarlıq etdi. Salam dostlar, bir çoxumuz ispanağı super faydalı qida hesab edirik. Amma məlum olub ki, bəzi insanlara bu məhsul diqqətli yanaşma tələb edir. Bugün gastroenterolog Evgeniy Belousovun sözlərinə əsasən ispanağın potensial risklərindən danışacağıq. Bu video tibbi məsləhət deyil. Sağlamlıq vəziyyətinizlə bağlı hər hansı qərar qəbul etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Risklə. Həkim Belousov bildirir ki, ispanağın tərkibində yüksək miqdarda oksalat turşusu var. Bu turşu orqanizmdə kalsiumla birləşərək həll olunmayan kalsium oksalat kristallar yarada bilər. Məhz bu kristallar böyrək daşlarının ən çox rast gəlinən növünün əsasını təşkil edir. Xüsusilə aşağıdakı problemləri olan insanlar ehtiyatlı olmalıdır. Sidik daş xəstəliyi, hiperoksaluriya, sidikdə oksalat duzlarının çoxluğu, digər böyrək xəstəlikləri. Belə hallarda ispanağı ya məhdudlaşdırmaq, ya da yalnız yaxşıca qaynadıb yemək tövsiyə olunur. Qaynadma oksalatın miqdarını 30-87%-ə qədər azalda bilir. Bundan əlavə, ispanağa qarşı allergiyadan nadir hallarda rast gəlinir. Bu, daha çox bitki zulallarına həssaslığı olan insanlarda müşahidə olunur və dəridə qaşınma, şişkinlik və ya ürək bulanma kimi simptomlara səbəb ola bilər. Amma həkim də vurğulayır ki, əksər sağlam insanlar üçün ispanaq çox faydalıdır. O, lutein və zeaksantin kimi güclü antioksidantların əla mənbəyidir. Bu maddələr gözləri ultrabönövşəyi şüalardan qoruyur və yaşla bağlı görmə problemlərinin riskini azalda bilər. Həmçinin, ispanaqda çoxlu qida lifi var ki, bu da bağırsaqların normal işinə və sağlam mikrofloraya kömək edir. Xülasə, sağlam insanlarsınızsa, ispanağı rahat yeyin. Böyrək probleminiz və ya allergiya şübhəniz varsa, mütləq həkimə müraciət edin. Siz bu xəbərə necə baxırsınız? İspanağı tez-tez yeyirsinizmi? Şərhlərdə yazın. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağlam qalın və diqqətli olun.